Liebig'in minimum qanununu bugün kısa bir izah vermək istəyirəm. Baxın, gördüyünüz bu bir çəllək fikirləşin, bir plastik çəlləkdir. Taxta çəllək kimi də fikirləşə bilərsiniz. Bu fosfordur, bu maqneziumdur, bu azotdur maksimum, bu feliumdur və bu qida elementlərdir, makro mikro elementlərdir. Elə bil hər biri bir çəmbər, çəlləyi sütunun fikirləşin, bir sütunun fikirləşin. Və biz bura maksimum azot veririk, maksimum dəmir veririk, maksimum kalium veririk. Amma torpaqda fosforumuz aşağıdır. Bunun içərisindəki biz məhsul kimi təsəvvür etsək, yəni suyu tökəcəm. Əziz izləyicilər, suyu tökürəm. Baxın. Görürsünüzmü? Görürsünüzmü? Su bu hissədən töküldü. Yəni fosfor olan hissədən töküldü. Məhsulumuz, yəni minimum. Yəni bizim nə qədər biz azot versək də, sahəmizi necə deyim, bir dəqiqə azotla doldursaq da, nə qədər azot versək də, bizim məhsulumuz ölçüsüz daşır. Bizim məhsulumuz minimuma görədir. Yəni bizim əgər torpaq analizi elətdirməmişiksə, torpaq analizimiz yoxdursa, fosfora görə biz məhsul alacağıq. Yəni minimumumuza görə, maksimuma görə yox. Maksimum dəmir verin, maksimum fosfor verin, maksimum kalsium verin. Daha doğrusu fosfor az vermişik. Biz bu fosfora görə alacağıq məhsulumuzu. Ona görə torpaq analizi elətdirmək lazımdır. Kör-körönə gübrələrdən istifadə etməmək lazımdır. Yəni Liebig bu qanunu buna görə deyir. Yəni minimum torpağımızda hansı elementi minimumdursa biz ona görə məhsulumuzu alırıq. Çalışın torpaq analizi elətdirin. Torpaq analizi mütləq lazımdır. Bildiyimi, bacardığımı videoda göstərməyə çalışdım. Biraz əyani olsa da videoda göstərməyə çalışdım. Təsadüfən də yağışlı bir havaya düşüb və burada məqsədim o idi ki, biz üzərinə nə qədər su əlavə etsək də su bura qədərdir. Yəni minimuma qədər olacaq. Digər görürsünüz, bu hissədən tökülmür, bu hissəyə qədər gəlmir. Niyə? Çünki minimum. Sağ olun, var olun. Videonu paylaşmağı, bu cür videolar xaricdə süni intellekt vasitəsilə düzəldiləndə milyonlarla izlənir və yaxud da belə deyiləndə də istədim mən bunu praktiki görsədim. Ümid edirəm ki, maraqlı bir kənd təsərrüfatına aid bir mövzu oldu. Paylaşmağı, rəy yazmağı unutmayın. Sağ olun, var olun.